Yağış yağdı, Bakı batdı. Problem göydə yox, yerdədir. Yağış Bakıya yox, sanki vətəndaşların əsəblərinə yağır. Damcılar yerə yox, birbaşa səbrimizin üstünə düşür. Bəlkə Bakı şəhər icra hakimiyyətinin başçısı istefa versə, millətin əsəblərinə də yağışdan pay düşər. Su çilənər. Hər dəfə eyni bəhanə ilə səhnəyə çıxan qurumlar yağıntı normadan artıqdır deyir. Sanki yağış meteoroloji hadisə yox, qəfil təşkil olunmuş təxribatdır. Bir vaxtlar torpaq bol məhsul versin deyə insanlar yağış üçün dualar eləyərdi. İndi isə yağış başlayanda dua eləyirlər ki, evə çata bilsinlər. Təbiətin neməti şəhər idarəçiliyinin bacarıqsızlığında cəzaya çevrilib. Allah nur çiləyir, biz isə o nurda boğuluruq. Allahı da yağış yağdırmağa peşman eləyiblər. Prezident İlham Əliyev belə məsələlərlə bağlı müşavirə keçirdi. Yuxarıdan tapşırıq verildi, amma aşağıda yenə eyni mənzərə. Su dolu küçələr, hərəkətsiz həyat və sonsuz səssizlik. Bir şəhər düşünün ki, yağış başlayanda insanlar romantika yox, marşrut planı qurur. Hansı küçə batmayıb, hansı yol hələ sağdır? Bakı artıq paytaxt yox, mövsümi akvaparkdır. Giriş pulsuz, çıxış isə bəxtə bağlıdır. Sanki yağış yox, məsuliyyət kanalizasiyası ilə birlikdə yoxa çıxır. Qurumlar elə şərait yaradıblar ki, ilahi nemət belə Bakıya düşəndə fövqəladə xəbərə çevrilir. Əslində məsələ yağış deyil. Problem odur ki, bu şəhərdə hər damcı su yox, hər damcı məsuliyyətsizlik yığılır və görünür biz hələ uzun müddət hava şəraitini günahlandıran sistemlə yaşamalı olacağıq. Çünki Bakıda yağış təbiət hadisəsi deyil, idarəçilik imtahanıdır və bu imtahan hər il eyni nəticə ilə bitir.